Her vaxtınız xeyir olsun əziz tamaşaçılar, değerli CBC Sport izleyicileri. Bura Qəbələ şəhər stadionudur və Qəbələ şəhər stadionunda Azərbaycan kubokunda, Bizon Azərbaycan kubokunda sonuncu yarımfinalçı müəyyənləşir. Bugün keçirilən ikinci 4-1 final mərhələsinin cavab qarşılaşması və turun son maçı Qəbələ şəhər stadionunda az sonra start götürəcək. Tribunalardakı azarkeşlərin sayı demək olar ki, hər zaman olduğu kimi bəzi maçlar istisna. O işarə gəlir və hər iki tərəfə uğurlar arzulayırıq. Ayaq saxlayır Şahniyarov. Nicat Əliyev qapı qarşı göndərilən top. Boşda zərbə! Top qapının üstündən keçir. Prince Ovusu. İvan. Ondan ötürmə qapı qarşısına. Zərbə! Yerindədir Səlahət Ağayev. Topa yaxşı toxuna bilmədi orada. Prince Ovusu. Ovusu yaxınlaşır cərmə meydançasına. Ovusu! Nələr etdi orada? Var ötürməsi Velko Simic. Səlahət Ağayev. İmkan vermir qola. İzləyir və tapşırıqlarını verir. Ötürmədə səhv indi. Sabah futbolçularının hücumu və gol! Timoteusz Puchac! Topu ələ keçirib, özü ilə elləyib zərbə indirir Polşalı sol cinav müdafiəçisi. Timoteusz Puchac. Hesabı açır görüşdə. Qəbələ şəhər stadionunda hesab açılır. Bu da topu düzgün oyuna daxil edə bilməyən Qəbələ müdafiəsinin səhvi və ardınca qüvvətli zərbədən sonra topun tora qovuşduğu an. Nicat Əliyev. Nicat özür eləməyə çalışır. Qayda pozulur orada Nicat Əliyevə qarşı. Puchac'ın vurduğu gol. Yeniden Seydina. Timoteusz Puchac. Puchac yine səhvdən yararlanır Timoteusz Puchac. Özür eləyir Puchac. Ötürməsi Kahim Paris sağ ayağında indirir zərbəni. Topu qapının üstündən vurur. Geriyə ötürmə. Zərbə gəlir bir boşa. Çox təhlükəli. Çox qüvvətli. Effektli zərbə Hakim Zedatka. Ovoso hücumu davam edir Qəbələ komandasının. Turan Manafov. Ondan ötürmə cərmə meydançasına. İsmail Akinadı və Stas Pakatilov. Qəbələnin qol vurmağa yaxın olduğu anlar. Və Rəvan Əmzəzadə. Hər kəs ilk hissənin bitdiyini düşünürdü. İndi yalnız ilk hissə yekunlaşır. Köməkçiləri ilə dialog içərisindədir və ikinci hissənin start fiti səslənir. Qəbələ şəhər stadionunda Nicat Əliyev. Balua. Bir qədər sərt mübarizə var idi. Çox maraqlı bir epizod. Qırmızı vərəqəmin, bəli. Adriel Balua qırmızı vərəqə ilə meydandan kənarlaşdırılır. Simic. Zərbə üçün imkan. Zərbə gəlir son anda Səlahət Ağayev. O əks hücum imkanı yaranır. Ötürmə irəliyə. Sürətli bir qonaq komanda hücumu izləyir. Ötürmə cərmə meydançasına Səlahət Ağayev. Orada inamlı oynayır və top ələ keçirir. Onun ötürməsini də oxudu. Timoteusz Puchac. Yenə Puchac gəlir zərbə üçün. Timoteusz Puchac! Yine geldi, yine indirdi zərbəsini və yine gol vurdu. Sabah komandasının sol cinahının əjdahası, cəngavəri, ən güclüsü Timoteusz Puchac. Maksimunun ötürməsini oxudu əvvəlcədən, o istiqamətə getdi və burada hər şeyi üzərinə götürür, məsuliyyəti üzərinə götürərək zərbə indirir və
Ferdi reydini golla nəticələndirir. Ay qardaş, qapıçı döy sana. Uzaq küncə dəqiq zərbə. Timoteusz Puchac. Hesab 0-2. İleri ötürmə. Timoteusz Puchac. Puchac cərmə meydançasında. Puchac ötürmə qapı qarşısına. Son anda Səlahiyyət Ağayev. Yine Timoteusz Puchac. Timoteusz Puchac. Puchac sağ ayaqla zərbə indirir. Top qapının üstündən keçir. Puchac'ın zərbəsindən sonra. İleri ötürmə. Puchac istiqamətində. Ayaq saxlayır Puchac, ötürməsini etdi. Zərbə üçün imkan, zərbə imkan verilir əvvəlcə. Daha bir cəhd, bloklar bu zərbə. Növbəti cəhd olacaq, amma yaxşı alınmadı o zərbə. Və toxunuş var, küncdən zərbə olacaq. Eşkin yaxşı gördü Domi Massimo. Massimo qapçını üzbüz. Massimo! Pokatilov! Tekrar zərbə və top qapıdan keçir. İsmail Akinade maçın 88-ci dəqiqəsində təkrar zərbə ilə topu Sabahın qapısından keçirir. Sürət hesabına qabaqladı müdafiəçiləri, çatdı topa. Amma Pokatilov gözəl oynadı. Ardınca gələn zərbə çatmır Pokatilov. Hesab 2-1 olur Qəbələ şəhər stadionunda. Bizon Azərbaycan kubokunda Qəbələ futbolçuları fərqi azaldılar son dəqiqələr. Fərid ötürməsini edir indi. Eşkin Əhmədov onu ötürmə qapı qarşısına. Akinade və gol! Nələr yaşanır Qəbələdə? Nələr yaşanır Qəbələdə? Hesab bərabərləşir son anlarda. Yeni Eşkin Əhmədov. Yine ötürme, yine gol! Qəbələ şəhər stadionunda ardıcıl gollar. İsmail Akinade. İzini tekrarı. Eşkindən əla ötürmə. Akinade'den penalti nöqtəsi üzərindən başla zərbə. Hesab 2-2. Solveni qabaqlayır. Qarşı olmaz zərbə. İdman möcüzəsi baş verməzsə demişdim. Bu işin yarısını görməyi bacarıb Qəbələ futbolçuları son 2 dəqiqədə. Bəli, futbolda bax belə anlar, belə dönüşlər. Əziz tamaşaçılar, Bizon Azərbaycan kubokunda 4-1 final mərhələsinin son maçının son dəqiqələri çox dramatik alındı. Üstünlük Sabahdadır çünki onlar meydanda 11 nəfərlə. Puchaçdan ötürmə, Səlahiyyət Ağayev. Toxunuş Səlahiyyət Ağayevdən. Ötürmə mərkəzə, ara ötürməsi Xaybulayevdən, Velko Simic, zərbə üçün imkan və gol! Hesab 3-2 olur Jonas Michels. Yenidən önə keçir Sabah komandası. Xaybulayevin əla ara ötürməsi. Oyundan kənar vəziyyət şübhəsi sanki yox idi. Orada oyundan kənar vəziyyətdə olduğu görünmürdü Velko Simic'in. Bax, burada müdafiə xətti də çatmadı və Jonas Michels həlledici zərbə indirərək və Rəvan Əmzəzadə ilk 15 dəqiqəni başa çatdırır. Son dəqiqələrdə hesaba tarazlıq gətirməyi bacardılar. Jonas Michels cərmə meydançasında iti bucaqdan zərbə Səlahiyyət Ağayev. Seydiyev. Amin Seydiyev aldatdı rəqibini, ötürmə qapı qarşısına. Top son anda çıxarlar qapı xəttindən. Sağ cinahda Eşkin. Ondan qapı qarşısına göndərilən top. Zərbə üçün imkan, zərbə və gol! Necə bir maçdı bu? Hesab yenidən bərabər 3-3. İzdir
diri tekrarı. Burada Murad Musayevə gəlsə top oyundan kənar vəziyyətdə olacaqdı, amma Mahsumu saxlayır topu. Nuğay zərbə endirir, əl çatmaz yerə gedir top. 3-3. Necə bir maç izləyirik amma. Ult Xalid zərbə gələ bilərdiniz. Ult Xalid! Top direğin yanından keçir. Zərbə! Bloklanır bu zərbədə. Ötürmə qapı qarşısında Səlahat Ağayev və İnanılmaz 122 dəqiqə başa çatır. Önündə isə illərin təcrübəsi var Stas Pakatilov. Fəriddən zərbə və Pakatilov tutur topu. Bəli. Kaim Paris. Kaim Paris və Sabah komandası Bizon Azərbaycan Kubokunda adını yarım finala yazdırır. Əziz tamaşaçılar.